Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 2-ci sinif təsnifat fənni 2 summativ qiymətləndirmə 1. Variant A və B suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Ətraf aləmi seyr edən insana nə deyilir? Rəssam, müşahidəçi, balıqçı. Ətraf aləmi seyr edən insana müşahidəçi deyilir. B variantı. İkinci sual. Sirli və sehri təsvir yaradan insan kimdir? Yəni, sirli və sehirli təsvir yaradan insan kimdir? Rəssam, müşahidəçi, balıqçı. Sirli və sehirli təsvir yaradan insana rəssam deyilir. A variantı. Üçüncü sual. İşlənən zaman sudan az istifadə olunur. Qatı boyadır. Söhbət hansı boyadan gedir? Akvarel nədir? Akvarel sulu boyadan çox istifadə olunur və şəffafdır. Guaş isə qatı boyadır. Sudan az istifadə olunur. Cavab B variantı. Dördüncü sual. Rəngli təbaşirdir. Xətt və ləkələri yaymaq üçün istifadə olunur. Guaş dedikcə qatı boyadır. Akvareldən sudan çox istifadə olunur və şəffafdır. Pastel isə rəngli təbaşirdir. Xətt və ləkələri yaymaq üçün istifadə olunur. Cavab C variantı. Beşinci sual. Qırmızı, göy rəngləri qarışdırdığımızda hansı rəng alınır? Yaşıl, bənövşəyi və sarı. Cavab B variantı. Bənövşəyi. Altıncı sual. Qırmızı, ağ rəngləri qarışdırdığımızda hansı rəng alınır? Yaşıl, bənövşəyi, çəhrayı. Qırmızı və ağ rəngi qarışdırdığımızda çəhrayı rəngi alınır. Cavab C variantı. Yeddinci sual. Bir rəngin müxtəlifliyi nə adlanır? Color, təzad, çalar. Bir rəngin müxtəlifliyi çalar adlanır. Cavab C variantı. Təzad ziddiyyət əks deməkdir. Color isə bir rəng uyğunluğu deməkdir. 8-ci sual. Hansı variantda isti rəngləri verilmişdir? İsti rənglər hansılardır? Qırmızı, narıncı, sarı və qəhvəyi. Burada da cavab C variantı olacaq, sarı. Mavi və yaşlı isə soyuq rəngdir. 9-cu sual. Hansı variantda soyuq rənglər verilmişdir? Bənövşəyi, sarı, qırmızı. Soyuq rənglər hansılardır? Yaşıl, mavi, göy və bənövşəyi. Cavab A variantı. Sarı və qırmızı isə isti rəngdir. 10-cu sual. Fırçanın qoyduğu iz və əsas ifadə vasitəsi nə adlanır? Çalar, xətt, ləkə. Çalar nədir? Bir rəngin müxtəlifliyi deməkdir. Xətt isə qrafikanın əsas ifadə vasitəsidir. Ləkə isə fırçanın qoyduğu iz və əsas ifadə vasitəsi adlanır. Cavab C variantı. 11-ci sual. Bahar gəlir əsərində hansı rənglərdən istifadə olunub? İsti rənglər, soyuq rənglər, qırmızı və sarı. Bahar gəlir əsəri Elmira Şahtanskanyanın əsəridir və soyuq rənglərdən istifadə olunub. Cavab B variantı. 12-ci sual. Şəkildə verilən əsərin adı nədir? Gənc qadın, dağlı qadın, qadın. Deməli, şəkildə verilən əsərin adı dağlı qadın. B variantı. 13-cü sual. Ağıllı tutuquşu əsəri hansı rəssama aiddir? Nadir Əbdürrahmanov, Maral Rəhmanzadə, Arif Əziz. Ağıllı tutuquşu Arif Əzizin əsəridir. C variantı. 14-cü sual. Əsas rənglər hansılardır? Qırmızı, göy və sarı əsas rənglərdir. 15-ci sual. İsti və soyuq rənglərdən istifadə edərək göy qurşağı çəkin. A variantı bu qədər. İndi isə B variantına keçək. B variantı birinci sual. Amsar bağlarında əsəri hansı rəssama aiddir? Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Bəhruz Şəncərli. Amsar bağlarında əsəri Səttar Bəhlulzadənin əsəridir. Cavab B variantı. İkinci sual. İncə və şəffaf xüsusiyyətə malik sulu boya nə adlanır? Pastel, guaş, akvarel. İncə və şəffaf xüsusiyyətə malik və sudan az istifadə olunan boya növü akvarel adlanır. C variantı. Üçüncü sual. Hansı variantda əsas rənglər verilmişdir? Əsas rənglər hansılardır? Qırmızı, sarı və göy rənglər. Cavab C variantı. Bənövşəyi və yaşılı isə qarışıq rənglər adlanır. Dördüncü sual. Qırmızı, sarı rənglərin qarışığından hansı rəng alınır? Deməli, qırmızı və sarı rəngin qarışığından narıncı rəngi alınır. Qırmızı və sarı əsas rəngdir və bu hər iki əsas rəngin qarışığından alınan rəng isə qarışıq rəngi adlanır. Cavab B variantı. 5-ci sual. Sarı, göy rəngin qarışığından hansı rəng alınır? Narıncı,
yaşıl, qəhvəyi. Sarı və göy rəngin qarışığından isə yaşıl rəng alınır. Cavab B variantı. 6-cı sual. Hansı variantda soyuq rənglər verilmişdir? Soyuq rənglər hansılardır? Mavi, göy, yaşıl, bənövşəyi. Cavab C variantı. Qırmızı və sarı rəng isə həm əsas rəng, həm də isti rənglər hesab olunur. 7-ci sual. Hansı variantda isti rənglər verilmişdir? İsti rənglər hansılardır? Qırmızı, sarı, narıncı və qəhvəyi. Qəhvəyi isə isti rəng. Cavab C variantı. 8-ci sual. Şəkildəki əsərin adı nədir? Bahar, bahar gəlir və mənzərə. Şəkildəki əsərin adı Bahar gəlir. Elmira Şahtantinskaya əsəri sayılır. Cavab B variantı. 9-cu sual. Moulin Rouge əsəri hansı rəssama aiddir? Arif Əziz, Maral Rəhmanzadə, Elmira Şahtantinskaya. Moulin Rouge əsəri Arif Əzizin əsəridir. Cavab A variantı. 10-cu sual. Dağlı qadın əsəri hansı rəssama aiddir? Nadir Əbdürrəhmanov, Elmira Şahtantinskaya, Sakit Məmmədov. Dağlı qadın əsəri Nadir Əbdürrəhmanovun əsəridir. A variantı. 11-ci sual. Fırçanın qoyduğu iz və əsas ifadə vasitəsi nə adlanır? Color, lokal, ləkə. Color rəng uyğunluğu deməkdir. Lokal isə bir əşyanın əsas rəngi. Fırçanın qoyduğu iz, əsas ifadə vasitəsi ləkə adlanır. Cavab C variantı. 12-ci sual. Qatı boyada sudan az istifadə olunur. Söhbət hansı boyadan gedir? Deməli qatıdır və sudan az istifadə olunursa quaşdır. Cavab B variantı. 13-cü sual. Bir rəngin müxtəlifliyi adlanır. Nöqtələrin yerinə uyğun gələn sözü yazın. Ləkə dedi ki, fırçanın qoyduğu iz əsas ifadə vasitəsidir. Çalır bir rəngin müxtəlifliyi deməkdir. Lokal isə bir əşyanın əsas rəngi. Cavab B variantı. 14-cü sual. Əsas rənglər hansılardır? Göy, qırmızı və sarı əsas rənglər hesab olunur. Soyuq rənglər hansılardır? Soyuq rəngləri isə qırmızı, yaşıl, bənövşəyi və göy. 16-cı sual. İsti və soyuq rənglərdən istifadə edərək göy qurşağı çəkin. B variantı isə bu qədər.